Verilmiş radiuslu çevrə üzrə bərabər sürətlə hərəkət edən cismin dövrətmə periodunu 3 dəfə artırdıqda. Dəfə artırma nə deməkdir, Əminə? Yəni ikinci hal birinci haldan 3 dəfə çoxdur. Yəni T2 İkini böl. bərabər 3 T1. Elə bu cür yazırıq. Amma xətti sürət nə qədər azalmışdır? 10 metr böl saniyə azalmışdır. Bu dəfə dəfə demir, Əminə. 10 metr böl saniyə azalmışdır deyir. Yəni V2 V 12 bərabərdir. bərabər. Çıxılsın. V1 çat. Ay sağ ol. Və bir çıxıl. Dəfə deyəndə bax vurma ilə eləyirik. Vurma ilə bölmə ilə. Amma qədər deyəndə çıxma ilə toplama ilə. Azalmışdır deyirsə çıxırıq. Cismi deyir xətti sürətinin başlanğıc qiyməti. Başlanğıc qiymət nədir Əminə? V1-dir də. Bizdən V1-i soruşur. Yazıram. Düsturdan istifadə edəcəm. V bərabərdir Əminə. 2 Yerlərimiz eyni olacaq hər ikisi. bəli. Söhbət Bir konusda bəli. Niyə R eynidir? Çünki eyni çevrədən söhbət gedir ona verilmiş. görə. R-lə işin yoxdur, 2pi ilə işin yoxdur. Tərəf-tərəfə böləndə ixtisar gedəcək. V ilə TDC asıldı tərs. Onda birinci halın ikinci hala nisbəti ikinci halın periodunun birinci hala nisbətinə bərabərdir. Gətirib yerinə qoyuram. Yazıram. V1 bölünsün, V1 çıxılsın 10, V2-nin yerinə V1 çıx 10 qoydum əminə. Bərabərdir. T2-nin yerinə 3 T1 qoyuram. Aşağıdakı T1 də qalır. T1 ilə T1 rahat getdi. Bu 3-ü vurursan çarpaz şəkildə V1 çıx 10-a. Yəqin aydındır da. 3-ü vurursan Bəli, 3 ona. çox Bəli. 15 V1 bərabər 1-ə 2-yə 1, 3, 1, 15. neçə eləyir? Özün tapdın. 2v1 bərabər olur 30-a. Və Bəli, V1 də olsun. 15. Bu qədər rahat. Aydın oldu? Bəli. Hı -hı.